Atam özünü döydü. Atam qəzet oxuyurdu. Mən isə oyuncaqlarım ilə dümüç olmuşdum. Elə çığır bağır sanmışdım ki, atam nə oxuduğunu bilmirdi. Buna görə də atam oyuncağımı alıb masanın üstünə qoydu. Atama dedikcə oyuncağımı ver, ancaq deyirdi, yox, yox, yox. Nəysə mənə yazığı gəldi və oyuncağımı verdi. Sonra isə güzgünün qabağına getdi. Güzgüdə özünə baxaraq dedi, pis davranan adam necə də pis və çirkin olur. Sonra atam özünü pis iş gördüyünə görə döydü.